Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün bölmə 4-ün, yəni atomun quruluşu və ölçüsü bölməsinin 1-ci mövzusunun, yəni atomun quruluşu mövzusunun çalışmalarına baxacağıq. Çalışma 1. Hansı fikir və ya fikirlər doğrudur? Daltona görə 1. Elementlər kiçik və bölünməz zərrəciklərdən, atomlardan təşkil olunub. Bəli, Dalton belə fikirləşirdi. Bütün cisimlər kiçik atomlardan təşkil olunublar. Həmin atom dediyi zərrəciklər isə bölünməzdirlər, kiçik kürəciklər şəklindədir. Onda birinci doğru oldu. Keçək ikinciyə. 2. Bir element müxtəlif atomlardan təşkil olunur. Xeyr, hər bir elementin öz atomları var, kiçik kürəciklər şəklində və bir elementin atomları eyni formada olur, eyni ölçüdə olur. Belə düşünürdü Dalton. Onda ikincisi səhvdir. Davam edək. Üçüncü, kimyəvi birləşmələr müxtəlif elementlərin atomlarının birləşməsi ilə yaranır. Bəli, yəni məsələn su molekulu 2 dənə hidrogen və 1 dənə oksigen atomunun birləşməsi ilə yaranır. Yəni kimyəvi birləşmələr müxtəlif elementlərin atomlarının birləşməsi ilə yaranır, deyir Dalton. Onda üçüncü də doğrudur. Belə olan halda doğru cavabımız olur C bəndi. Davam edək. Növbəti çalışmamız 2 nömrəli çalışmadır. Şərtini oxuyuram. Hansı bəndə atomun Thomson modeli təsvir olunub? Thomson modelinə görə atom ümumilikdə müsbət yüklü bir kürəcikdir. İçərisində isə bərabər sıxlıqda elektronlar bu şəkildə paylanmışdır. Bu modeli kişmişli keks də adlandırırlar. Deməli doğru cavabımız bax bu bənddir. Deməli Thomson modeli 3-cü şəkildəki modeldir. Davam edək. Çalışma 3. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla deyir. Tamamlayaq mətni. Atomun Thomson modelinə görə küre şəklindədir. Əlbəttə ki, nə küre şəklindədir? Atom küre şəklindədir. O zaman buraya biz atom yazırıq. Davam edək. Həm də yüklər atomun daxilində bərabər paylanıb. Hansı yüklər var atomun daxilində? Əlbəttə ki, mənfi və müsbət yüklər var. O zaman biz buraya yazaq. Mənfi və müsbət yüklər atom daxilində bərabər paylanıb. Davam edək. Müsbət yüklərin cəmi ədədi qiymətcə mənfi yüklərin cəminə bərabər olduğu üçün ümumi elektrik yükü sıfıra bərabərdir. Nəyin ümumi elektrik yükü sıfıra bərabərdir? Əlbəttə atomun ümumi yükü sıfıra bərabərdir. Burayı da yazaram. Atomun. Davam edək. Thomson modelini bəzən modeli də adlandırırlar. Əlbəttə ki, kişmişli keks modeli adlandırırlar Thomson modelini. Onda burayı yazırıq. Kişmişli keks modeli. Kişmişli keks. Çünki bu modelə görə atomun daxilində elektronlar keksin daxilində kişmişlərin yerləşdiyi kimi yerləşir. Yuxarıda zaten bunu gördük. Davam edək. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Rezerford apardığı təcrübə zamanı zərrəciklərin əksəriyyətinin qızıl lövhədən istiqamətlərin dəyişmədən keçdiyini, az sayda zərrəciyin isə istiqamətlərin dəyişdiyini müşahidə etdi. Səncə bu iki halı nə ilə izah etmək olar? Gəlin əvvəlcə Rezerfordun bu təcrübəni necə apardığını xatırlayaq. Rezerford bu qızıl atomunun üzərinə, əlbəttə qızıl atomunu götürüb onun üzərinə deyil də, bir incə qızıl folqasının üzərinə müsbət yüklü zərrəciklər göndərir və müşahidə edir ki, onların əksəriyyəti istiqamətlərini dəyişmədən hərəkət edirlər. Çox az sayda, nadir sayda zərrəciklər isə geri qayıdır. Bizdən heç soruşulur ki, zərrəciklərin istiqamətlərinin dəyişməməsinin səbəbi nədir? Burada gördüyünüz yuxarıdakı 2 zərrəcik və aşağıdakı 3 zərrəcik istiqamətlərini dəyişmədən hərəkət etmişdir. Bunun səbəbi odur ki, atomun daxilində böyük bir boşluq var. Və bu boşluqdan onun üzərinə göndərilən müsbət yüklü zərrəciklərin toqquşma icra etmədən keçməsi onların istiqamətlərinin dəyişməməsinin səbəbidir. Onda biz yaza bilərik ki, zərrəciklərin istiqamətinin dəyişməməsinin səbəbi atomun daxilində böyük bir boşluğun olmasıdır. Yəni atomun öz ölçülərinə nəzərən, əlbəttə ki, böyük bir boşluğun olmasıdır.
İkincini oxuyaq. Zərrəciklərin istiqamətlərinin dəyişməsinin səbəbi nədir? Az əvvəl də dedik, bəzi zərrəciklər istiqamətlərini dəyişirlər, nadirən də olsa. Bunun səbəbi isə bu atomun daxilində nüvə adlandıracağımız müsbət yüklü bir zərrəcik var və həcmi çox kiçikdir atomun ölçüsünə nəzərən və onun üzərinə düşən müsbət yüklü zərrəcik ondan itələnərək geri qayıdır. Onda zərrəciklərin istiqamətləri dəyişməsinin səbəbi isə atomun daxilində müsbət yüklü nüvənin olmasıdır və bəzi zərrəciklərin həmin nüvə ilə toqquşmasıdır. Yazaq onda atomun daxilində müsbət yüklü nüvənin olmasıdır. Və bəzi zərrəciklərin həmin nüvədən itələnərək geri qayıtmasıdır. Geri qayıtmasıdır. Belə. Davam edək. Növbəti çalışma 5 nömrəli çalışmadır. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla deyir. Atom nüvədən və nüvə ətrafında hərəkət edən nələrdən ibarətdir? Əlbəttə ki, elektronlardan ibarətdir. Atomun mərkəzində nüvə yerləşir, ətrafında isə elektronlar hərəkət edir. Yazaq. Elektronlardan. Davam edək. Rezerfordun təklif etdiyi bu model Günəş sisteminə bənzədiyindən atomun necə adlanır həmin model? Planetar model də adlanır. Atomun planetar modeli də adlanır. Davam edək. Proton və başqa bir zərrəcik daha var. Adlanan zərrəciklərdən ibarət sistem isə adlanır. Proton və neytronlar nüvəni əmələ gətirirdi. Onda biz yazıq proton və neytron adlanan zərrəciklərdən ibarət sistem isə adlanırdı nüvə. Biz ona nüvə deyirdik. Nüvənin daxilində proton və neytronlar mövcud olurdu. Davam edək. Sonraki çalışmamız 6 nömrəli çalışmadır. Hansı zərrəcik və ya zərrəciklərin elektrik yükü var? Atom neytral halda elektrik yükü yoxdur. Getdi. Atomun nüvəsi. Bəli, atomun nüvəsi müsbət yüklüdür. Onu da 2-ni doğru olaraq götürərik. 3'ü oxuyuram. Elektron, bəli, onun da elektrik yükü var və mənfi yüklüdür. 4 neytron. Neytronun elektrik yükü yoxdur. Bunu da sildik. 5 proton. Proton əlbəttə ki, elektrik yükü var. Onda doğru cavab olaraq 2, 3 və 5'in olduğu cavabı götürərik. Bu isə Y bəndində verilib. Davam edək. Çalışma 7. Euler-Venn diaqramında atomun Rutherford və Bohr modeli üçün uyğun bəndləri müəyyən et. 2 dənə model var. Rutherford modelidir. Bir də Bohr modelidir. Birincini oxuyuram. Atomun mərkəzində nüvə var. Bu hər iki model üçün keçərlidir. Daxilində və mərkəzində nüvə var. O zaman biri ortaya yazarıq. Davam edək. 2. Atomun nüvəsi müsbət yüklüdür. Bu da hər iki modeli üçün keçərlidir. Onu da buraya virgül atıb 2'ni də ortaya yazar. 3. Atomun nüvəsi ətrafında elektronlar dövr edir. Bu da hər iki modeli üçün doğrudur. O zaman 3'ü də ortaya yazarıq. Davam edək. 4. Elektronlar nüvədən eyni uzaqlıqda dövr edir. Bu Rutherford modelinin xüsusiyyəti idi. Rutherford öz modelində belə düşünürdü. Davam edək. 5. Elektronlar nüvədən uzaqlığı müxtəlif olan orbitlərdə dövr edir. Bu isə Bohr modelinə xas fikir idi. O zaman 5'i buraya yazarıq. Davam edək. Növbəti çalışmamız 8 nömrəli çalışmadır. Şəkildə atomun hansı modelinin təsvir edildiyini müəyyən et və boşluqlara uyğun zərrəciklərin adını yazın.
Burada atomun nüvəsini görürük. Müsbət yüklü protonlardan və neytronlardan təşkil olunub və müxtəlif orbitlərdə elektronlar hərəkət edir və biz bu modeli adlandırırıq Bohr modeli. Bu model əslində Rutherford və Bohr modeli olaraq göstərilə bilər. Lakin Bohr modelində xüsusilə elektronların müxtəlif orbitlərdə müxtəlif enerjiyə malik olaraq hərəkət etdiyi deyilir. Ona görə də bu modeli biz Bohr modeli olaraq qeyd edəcəyik. Bohr modeli. Burası atomun nüvəsidir. O zaman buraya biz nüvə yazarıq. Bu zərrəciklərimiz protonlardır. Buraya proton yazıram. Yaşıl rəngli yüksüz zərrəciklər neytronlardır. Onlara da neytron yazırıq. Neytronlar elektrik cəhətdən neytral olur. Yükləri olmurlar. Mənfi yüklü bu zərrəciklər isə elektronlardır. Buraya da yazıram. Elektron. Bugünlük bu qədər. Növbəti dərsdə inşallah görüşərik.